Son videomda media tarihi ilə bağlı kitabdan bəzi bölmələri sizə göstərmişdim. Amma bu kitab 500 səhifəlik bir kitabdır. Görürsünüz, bunu PDF variantından çapdan çıxarmışam. Burada ən önəmli nöqtə Türkçe yer adlarıdır. Yəni mən o Türkçe yer adlarından bəzi isimləri çıxartdım, toponimləri çıxartdım və onu indi sizə mən burada oxuyacağım. Demək, bu media tarihi kitabının 87-ci səhifəsində Atropatenskaya media, Atropaten mediası göstərilir. Bu media elə balaca bir dövlət olmayıb. Bu o iki çay arası deyilən Mesopotamiyadan, o burada Dureçe gedir adı, iki çay arası. Mesopotamiyadan ta Midyan, Mannanı da özlərinə qatdıqdan sonra ta bugünkü Azərbaycan, ta Dərbəndə qədər getmiş bir dövlətdir. Yəni, Kür-Araz ovalığını filan tamamını əhatə edən bir dövlətdir. Elə çox da kiçik bir ərazisi olmayıb. İndi bu Midyanın bugünkü Azərbaycan ərazisində yerləşən bölümünə Atropatenskaya media başlığı altında yazıb. İndi burada yazır ki, Arat çayından bu tərəfə, dağlara tərəf olan adları göstərir burada. Demək, Arat çayından dağlara tərəf olan hissəni göstərir. Demək, bugünkü Avrindağ və Qaradağ, elə də yazır, Avrindağ, Qaradağ. Bunlar hər ikisi Türkçe toponimlərdir. Əgər bu media bir Türk dövləti olmasaydı, onun toponimləri Türkçe olmazdı. Və onun da ardınca o dağların harda yerləşdiyini göstərir. Bax, rayon Savremennik Qaradov, Kotur, Xoy, Marand. Bu Güney Azərbaycanda yerləşən, Arat çayından Güney Azərbaycana tərəf olan hissəsində yerləşən çayın adını göstərir və bu toponimlərin adı davam edir. Ardıca gəlir demək ki, Karasu. İkinci bölümdə. Qarasu çayı vadisi, elə də gedir adı. Bu Arat çayının cənub mənsəbidir. Belə də yazır. Yujny pritok Araksa. Arat çayının mənsəbi. Arat çayına töküldüyü yerdir o. Qarasu da adı. Bundan əlavə səhifə 89-a gələk. Səhifə 89-da bax, burada görürsünüz. Bax, burada bir xəritə var. Burada indi bunu nə dərəcədə yaxşı göstərin deyə bilmərəm, amma burada bir xəritə var. O xəritədəki adlara baxaq. Demək, Urartu gölü ətrafında yer adı, yəni bölgə adı. Urartu, Albaniya, Kaspiyana, Assuriya, Elam, Kuti, Turuk. İndi bizə deyirlər ki, bu güya bir zamanlar bizim bu torpaqlar İran ərazisinə daxil olub. Daha bu eradan əvvəl 7-ci əsrin xəritəsidir bu. O səlnaməçilərin dediyinə görə çəkilən bir xəritədir. Daha orada İran adı yoxdur. Ən altda burada bir balaca bir yer var. Buradakı bugün o Fars körfəzi adlanan bir zamanlar Kəngərli körfəzi adlanırdı. Google Map'də baxsanız görərsiniz. Orada Kəngərli körfəzi adlanır. Şumerlərin dövründə o bugün Basra və ya Fars körfəzi adlanan yer, keçən də davası düşmüşdü ki, o Ərəb körfəzi adlansın. Onun üst tərəfində Dekonovun burada yazdığı yenə 89-cu səhifədə ada baxın, Parsua. Bundan başqa Persua gedir və Perşuva gedir.
İran sözü yoktu burada. 90-cı səhifədə, 89-u dedim, 90-cı səhifəyə gəlim. 90-cı səhifədə də Elvent dağından söhbət gedir burada. Elvent dağının 3270 metr yüksəkliyindədir. Və yenə burada Karasudan gedir söhbət. Aşağı Midiyadan danışır. Və aşağı Midiyadan danışdığı zaman və yenə də burada Atropatenanın adını çəkir. Bu toponimlərin tamamının Türklərə aid olduğunu bəlli edir və burada Kumrud, Karasu'nun yanı sıra bir de Kumrud var. Kumrud bugünkü Qum şəhəridir. Bu Qum şəhəri Türklərin şəhəridir və Qum sözü də Türkçə bir kəlmədir və ora qumluq üstündə tikilmiş bir şəhərdir. Ona indi Qum dedikləri yer hər tərəf deyir Qumdur. Mən olmamışam, olanlar deyir ki, hər tərəf Qumdur. Gələ indi bu məqalənin sonuna. Məqalənin sonunda Ekbatan adı gedir burada. Ekbatan adı. Ekbatan Deyok tərəfindən 727-ci ildə salınmış Midiyanın başkəndi bir şəhərdir. Paytaxtı bir şəhərdir. Bugünkü adı ilə desək Həmədan. Türklərin yaşadığı bir şəhərdir. Təxminən 1 milyon 500 min əhalisi var. Onda deyirlər 1 milyon 200'ü Türklərdir. Orada yaşayan. Güney Azərbaycandakı Türklər. Demək, bundan sonra kitabın başlıkları başlayır. Birinci başlık başlayır. Burada demək, daş dövrü və eneloid. Kamenny vek i eneloid. Bu daş dövrü bu dəmirdən, tuncdan da öndəki dövr. Daha hələ dəmirin icad edildiyi bir vaxtda, yəni bizim bu torpaqlarda daş dövründən bəhs edir. Bu kitabın 93-94-cü səhifəsindən etibarən daş dövründən bəhs edir bu kitab. Və burada da yenə Türkçə toponimlər var. İndi bu vaxtımızı çox almasın deyə mən indi dediklərimlə yetinib videonu burada bitirəcəm. İndi bunu mən çəkməkdən məqsədim nə idi? Siz özünüz gördünüz Persua bölgəsi hardadır? Bu Ərəb boğazı dedikləri, Ərəb dənizi və Ərəb boğazı dedikləri və bugün Fars körfəzi dedikləri yerin üst tərəfində. Adı da burada Persida olarak geçip sonra bir sonraki yerde Persua olarak qeyd edilir və bir yerde de Perşua olarak qeyd edilir. Çünkü çox güman ki qaynaqlarda belə göstərilib. Yəni o zaman da İran söhbəti yox idi. Amma burada elamlar vardı, Turuklar vardı, Kutiler vardı, Kaslar var, Kaspiana dedikləri. Elə də yazılır burada. Kaspianalar vardı. Daha bu coğrafyada, xüsusilə də bu Mesopotamiya deyilən iki çay arası coğrafyada və bizim bugünkü Azərbaycan ərazisi, Şimali Azərbaycan ərazisi Midiya ərazilərinə daxil olub, Midiya sərhədlərinə daxil olub və toponimlərdə bizim özbeöz Türkçə adlardır. Karasu olsun, Elvend olsun, ondan sonra ne bileyim Kızılüzen çayı olsun, Halsu olsun, Karasu, başka da yani çok şeyde adları var. O Kumrut olsun filan. Bunlar hamısı Türkçe adlardı ve bu okuduklarımın tamamı Igor Dekhonov'un Historia Midi kitabında var. Maraqlanan olsa PDF-dən də təmin edə bilər. Söyləmək istədiklərim bu qədər. Allah'a ısmarladık.